Ha, köynələr. Bir neçə gün bundan qabaq elə girdim bir dükana nəsə alış-veriş eləməyə. Bir iki nəfər nəsə tanıdıq, söhbət elədik. Sağ olsunlar. Hara gəlirəm izləyicilər tanıyırlar. Hal-ahval tuturlar, soruşurlar, qulluq təklif edirlər. Allah hamının canını sağ eləsin. Allah sizi var eləsin. Bir sual verdilər mənə. Dedilər, bu yaxınlarda bəs babanızın xatirə gecəsi olub. Oradaydık, biz də iştirak edirdik. Vallahi qaldım, böyle pərt oldum, qaldım. Ən maraqlısı odur ki, xatirə gecəsi təşkil olunub instrumental ansambl tərəfindən. Oranın yəni rəhbəri hansısa Mir Xalid Salayev. Yəni sonra girdim biraz internetdə axtarış etdim, tapdım məlumat. İştirak ediblər bəzi xalq artistləri, Gülyaz və Gülyanaq Məmmədov bacıları. Amma ki, halbuki bizim, yəni ki, Əlbaba Məmmədovun nevəsinin, adını daşıyanın, sonra mənim bibilərim var, sağ olan bibilərim var bu dəqiqə hal-hazırda. Bizim heç xəbərimiz yoxdur bu barədə. Ümumiyyətlə, yəni xatirə qəşəng bir şeydir. Bir neçə insan bir yerdə toplaşanda, kimsə xatirə eləyəndə bu çox gözəl və necə deyərlər, alqış tələb edən bir tədbirdir də. Yəni mən bunu alqışlayıram. Heç bir problem yoxdur. Yəni belə bir olsaydı mənim heç bir iradım olmazdı. Amma burada axı Əlbaba Məmmədovun adından istifadə edib pul qazanırlar. Mən bu videonun sonunda iTicket elə bil ki saytından bir screen qoyacağım. Yəni elan eləyirlər, reklam pulu ödəyirlər, iTicket-ə pul ödəyirlər, özləri də bilet satırlar. O biletdən pul qazanırlar. Başa düşürsünüz? Yəni ki, adamı açığı təəccübləndirən odur ki, başqa ölkədə olsaydı bu dəqiqə bunları məhkəmədə verib, məhkəmə ilə bunları yəni iddialara qaldırmaq olardı ki, siz ən aşağısı müəllif hüquqlarını pozursunuz. Çünki onun müəllif hüquqları da bizdədir, yəni bizim ailədədir. Bu bir. İkincisi, bu yazılmayan qanunlar var da, yəni o yazılmayan qanunlar əsasında hörmətsizlik eləyirsiniz. Yəni çox belə təəssüf, çox belə ləzzət eləməyən bir haldır ki, belə sadə bir şeydə yenə də bu ölkədə qanun işləmir. Başa düşürsünüz? Bu qədər. Qəlbdən qəlbə.